Yeni bir vlogdan hər birinizi salamlayıram. Bizim evin halı bu formadadır. Yəni bütün hissələr bu stolun üstü kimidir. Hər şey qarışıb bir-birinə. Çünki 28-i mənim ad günümdür və biz dünən mənim ad günümü qeyd elədik. Hələ 28-nə 2 gün var. Belə külək də əsir çöldə. Qızım geyim, mamam gəlmişlər və yoldaşım belə bir lavaş almışdı dünən. İndi bundan özümə dönər kimi bir şey hazırlayacağım. Pomidor, xiyar və dünən toyuq pişirmişdim. Bundan da əlavə edəcəm. Sadəcə qızlar, dünən mən sizin üçün vlog çəkmədim. Bu vlogdan bir neçə vlog əvvələ getsəz, orada mən 2 vlogumda tam ətraflı şəkildə normalda bizdə qonaqlıq olduğu zaman hansı yeməkləri bişirdiyi, nə cür hazırlıq görüb paylaşmışam. Buna görə də dünən sizə heç nə çəkmədim. Çünki elə demək olar ki, standart menümüz var. Elə o yeməkləri hazırlamışdıq. İndi də mən dönərimi hazırlayım və işə başlayım. Alina hal-hazırda yatıb, qaynanam həkimə gedib və mən o oyanana kimi heç olmazsa bunu hazırlayayım ki, sonra ac qalmayayım. Bizim otağın vəziyyəti də belədir. Bunun altı bütün paltardır. Çünki heç vaxtım olmadı ki, buranı yığışdırım və yerlər də bu formada, Alina'nın paltarları və bu hissədə bu formadadır. Alina hələ də yatıb, sağ olsun, mənə icazə verdi ki, mən yeməyimi rahat formada yeyeyim. İndi buranı da biraz yığışdırım və ondan sonra digər işlərimi də görüm. Alina'nın təzə hədiyyələri var, onları da sizə göstərəcəm. Qızlar, mən sizə keçən vloglarda demişdim ki, belə ədəvəcəklərini mən yığıram və ondan sonra da hamısını birlikdə yükləyirəm. Və bura baxın, yenə də bura çiçəklərim yığılıb və bunları birazdan hamısını yükləyəcəm və mən buradan bir ayda 15 manata kimi pul yığılır. Yəni məncə pis bir şey deyil. Düzdür, çox böyük məbləğ olmasa da, amma yenə də xırda-xırda o yığılır və daha da yaxşı bir şeydir. Çünki əvvəllər aldığımız şeyin yəni ədəvəsini götürmürdük. Hətta burada da var. İndi mən bunun içindəki məhsulları sizə göstərəcəm. Bunu da əlavə edirəm bura. Və qızlar, mən sizə bunları göstərmək istəyirəm. Bacım almışdı bunları. Dünən bizə gələndə Alina üçün. Bu tüklər də hər yerdə olmalıdır. Belə formadadır. Çox şirindir. Sadəcə Türklər demiş, bilin bakalım bizdə nə yoxdur.
Alina'nın başında saç yoktu. Bunu vuracaq. Amma olsun, biraz böyüdükdən sonra Alina məncə sevərək bunları istifadə edəcək. Çox şirindilər, çox xoşuma gəldi. Qızlar, hələ ki təmizliyə başlamamışam. Üzdən bir neçə yeri yığışdırdım. Məsələn, buranın adyalını sərdim ki, bu qədər də yəni olmaz. Heç olmazsa bunun üstünü təmiz formada görünsün və BBC-nin Alina üçün aldığı hədiyyələrdir. Bunlardan belə səs çıxır. Alina da bu səsdən qorxur. Bunlardan dünən birini istifadə etdik. Sadəcə Alina qorxduğu üçün bunun alt hissəsində bu səs gələn yeri var, hansı ki, burasını çıxarırsınız, bundan səs gəlmir. Alina. Gözlerine bakın ne boyda oldu. Alina, bak şirin. Qorxursan kızım? Haydi. Bak qorxur, belə başlayır ağlamağa. Neyse. Bir psixoloq olaraq uşağımın hal-hazırda psixologiyası ilə oynayıram. Ona görə də yəqin ki, bunların altını çıxaracağım və ondan sonra da oynayacaq. Və mənim ən çox sevdiyim bu dəstir. Bunlar da belə səs gələn oyuncaqlardır. Bunları da çıxaracağım, yuyub, hamısını verəcəm Alina'ya oynasın. Bu mənə çox maraqlıdır ki, bu nədir? Bundan səs gəlir görəsən. Yoxsa? Hə, qıraqlarında belə bir şeylər var. Alina'dan çox bu mənə maraqlıdır. İndi açıb sizə də göstərərəm. Çox zülümlə də olsa açdım belə. İndi gəlin içindəki oyuncaqlara baxaq. Belə bir şeydir. Belə maraqlı oyuncaqdır. Sonra belə bir şeydir. Bu da çox maraqlıdır. Ay, içindən şeylər çıxdı bunun. Burası qırılıb. Qırılıb deyəndə defekti var burasında. Belə bir şey də var. Sonra bu hissələrini yəqin ki Alina yeyəcək. Belə bu formadadır. Yenə ona oxşar bir şeydir belə. Bunlar amma hamısı yuyulmalıdır. Da maraqlıdır. Sonra belə bir şey. Bu da mənə maraqla baxır burada. Belə bir dovşan. Və bu mənə maraqlı gəlirdi. Bu da maraqlıdır. Alina bax. Nədir ay Alina? Oynamaq istəyirsən? Yaxşı, indi yuyub gətirirəm. Qızlar, baldızım bizə gələndə belə bir Dubaydan gəlmiş şirniyyat gətirmişdi. İçi xurmadır. Üstündə də belə fərqli cürdür, neçə qatlıdır üstündə göründüyü kimi. Bundan başqa da üstü şokoladlıdır və çox dadlı bir şeydir. İndi bundan çay içdim və sizə nəyi göstərmək istəyirəm. Mənim burada güllərim var. Bunları da sizin üçün çəkmək istəyirəm. Bunları da bacım və mamam gəlmişlər ad günümü təbrik eləməyə. Onda onlar almışlar. Belə gözəl güllərim var. Şirniyyatım var. Və Alina da burada uzanıb. Alina'nın yeni oyuncaqlarından. Bunu da yudum, verdim Alina'ya. Çox maraqlı oynayır. Alina buyur. İndi telefonu görüb. Oyna da. Yaxşı, sən çək. İndi ancaq mənə baxacaq. Götür, bax oyuncaq. Çox xoşu gəldi bundan. Çox maraqla bayaqdan oynayır elə belə. Bu hissələri də silikondur. Yəni bunları dişləyir.
Baxın, bu formadadır bayaqdan. Mən iş görərkən çalışıram ki, sadəcə iş görməyim. Aralarda gedirəm, çayımı içirəm. Çünki uşağa süd verən analar məni başa düşəcək ki, daim elə nəsə yeməliyik ki, südümüz olsun, ya da çay içməliyik nələrlənsə və buna görə də kilo verə bilmirəm, dietamı saxladım. Bir müddət güya öz-özümə dieta pəhriz saxlayırdım. Sadəcə sonradan gördüm ki, mənə heç uyğun gəlmədi bu. Çünki süd verdiyiniz zaman bu o qədər də mümkün olmur və burada başlayıram artıq işlərimi görməyə. Buradakı paltarları yığışdırıram. Çünki bu paltarlar hamısı yuyulmuşdu və mən gətirib təmiz paltarları bu hissəyə qoymuşdum. Burada bir şey də var ki, yoldaşımın köynəklərini həmişə qatlayıb qoyurdum və artıq yay gəlib, gündə bir köynək geyilir. Buna görə də elə fikirləşdim ki, ən yaxşısı bunları veşikalara yığmaqdır. Və bu da bir neçə dəqiqə mənim vaxtımı aldı, amma belə daha səliqəli oldu. Çünki heç rahat olmurdum ki, onun paltarları qatlayıb qoyurdum və hər dəfə bir paltarı axtaranda bütün paltarları qarışdırırdım. Məncə belə daha da səliqəli olacaq. Burada işlərimi görürəm. Alina da yatıb. Mən də dedim bütün işlərimi bitirim. Bizim ev çox dağınıq olmur, amma bəzən də uşaqlı evdir, dağıla bilir. Təbii ki, indi sizdə sual yaranar ki, Alina gəzmir, yəni evi dağıtmır, necə ola bilər? Sadəcə mənim çox vaxtım olmur ki, bəzən evi yığışdırım. Çünki Alina ilə məşğul olmalıyam, Alinanın baxımları olsun. Hər hansı bir şeyi çalışıram ki, Alinanın inkişafı normal getsin. Çünki digər şeylər onsuz da düzələn şeylərdir. Əsas Alina sağlam olsun və inkişafı normal getsin. Bu günlərdə də mən həmişə Alinanı üzüstü qoyuram ki, həm onurğası daha möhkəm olsun, həm də iməkləməyi öyrənsin və bu günlərdə bir neçə dəfə cəhdlər eləyir ki, biraz qabağa doğru getsin. Düzdür, qabağa doğru gedərkən həmişə də arxaya gedir. Bunu bilmirəm necə bacarır, amma daha çox qabağa cəhd göstərir ki, məsələn, nəsə oyuncağa çatsın. Bu zaman da daha çox arxaya gedir. Beləcə mən işlərimi görürəm. Sizin işləriniz necədir? Siz günlərinizi necə keçirirsiniz? Ümumiyyətlə, mən təmizlik haqqında bunu deyə bilərəm ki, qonaqlıq olduğu zaman mən çox vaxtı ya da bizə qonaq gəldiyini bildiyim zaman bütün evi çıxarırdım. Heç qonağın görməyəcəyi bir yerləri də başlayırdım təmizləməyə. Amma artıq fikirləşirəm ki, bunu etmək heç də düzgün deyil. Çünki elə olduğu zaman daha da çox yoruluram və qonaqlarla heç normal vaxtda keçirə bilmirəm. Bunu son qonaqlıqlarda daha yaxşı gördüm ki, nə qədər yorulmuşdum. Bu təbii ki, öz səhvim idi. Amma artıq belə bir qərar vermişəm ki, bundan sonra nəsə qonaqlıq olduğu zaman sadəcə göz görünən hissələri, yəni evə gələn insan haraları görə bilər, əsas yerləri yığışdırım və şkafların içi heç kimə lazım deyil ki, yəni qonaq gəlib ora bir-bir baxmayacaq və buna görə də sizə də bu məsləhətimdir. Təbii ki, tək özüm olsam, yəni eləyərəm bu şeyləri. Həm uşağa baxmaq, həm ev işlərini görmək, o cümlədən də yemək hazırlamaq, bunlar insanı yorur. Buna görə də məncə biraz özümüzə vaxt da ayırmalıyıq. Qızlar, bu hissələri təmizlədim. Yorulmuşam, amma bu yorulmaq belə fiziki mənada yorulmaq deyil. Əşyaların çoxluğundan filan bu şeylərdən yorulmuşam. Buna görə də hal-hazırda qərar verdim ki, mənə lazım olmayan nə var, hər şeyi, yəni atacağam və ya kiməsə lazımdırsa ona verəcəm. Əvvəlcə başlayıram bunlardan. Bu artıq bitib. İçində bir dəfə istifadəli bir krem qalmışdı. Onu da istifadə elədim. Bunun isə artıq vaxtı keçib. Və bunların ikisini bir qutu götürəcəm və onun içinə qoyacağım. Sizin üçün də ayrıca bir video çəkəcəm. Belə deyim də, mən sizə göstərəcəm mən hansı məhsullardan istifadə edirəm, hansıların nə cür faydaları var və ya ziyanları var. Çünki mən lazım olmayan heç bir məhsulu almıram. Yəni əgər həmin vaxtda lazımlı bilmişəmsə, alıram o məhsulu, istifadə edirəm, xoşum gəldisə davam edirəm. Amma yox, xoşuma gəlmədisə, hər hansı bir fəsadını gördümsə, ona davam eləmirəm və bunları yığdıqdan sonra sizin üçün əlavə bir videoda danışacağım. Çünki mən praktikliyi sevən bir insanam və sizə göstərəcəm ki, hansı məhsullar daha tez, yəni insanın vaxtını almadan necə gözəllik məhsulları filan bu şeylər var, onları sizə göstərəcəm. Əvvəlki videoda bunu açmışdıq birlikdə və bu krem çox gözəldir. Əsasən axşamlar istifadə edirəm, çünki gün ərzində üzümdə günəş kremi olur və çox gözəl bir kremdir. Yəni alsaz hal-hazırda Alivia'da indirimdədir.
İndi isə başlayıram bu hissələrdən. Nə artıq bir şeylər var, hamısını tullayacağım. Əvvəlcə baxıram bura. Burada elə bir lazımsız bir şey yoxdur. Özümə bir daraq alacağım və aldıqdan sonra da bunu tullayacağım və buradakı darağı da həmçinin bir siyahı tutacağım və özümə nələr lazımdır onları almalıyam. Əslində bu pis deyil, yəni xarab olmayıb. Sadəcə üstü belə bu formada. Bilmirəm aydın görünürmü? Yəni bu formada üstü soyulub. Düzdür, mən bunu şəffaf lakla belə rəngləmişəm ki, bu üstü soyulub əlimə çıxırdı. Qızlar, hal-hazırda üzümdə qara nöqtələrə qarşı bir maska var. Onu çəkmişəm və mən həmişə belə məhsulu tutduğum zaman burnumla bunu telefonu odaklayırdım buna. Yəni ki, bu ön planda olurdu. Hal-hazırda burnumda maska olduğuna görə bunu edə bilmirəm. Ona görə də belə pis formada çəkilir. Yəni bunu nəzərə alarsınız. Bu hissəyə baxıram ki, əlavə hansı məhsullar var, yəni hansı məhsulları mən ata bilərəm. Bu elə ki qalır burada. Burada da elə bir şey yoxdur. Bu təzədir, təzə almışam bunu. Yəni hələ demək olar ki, bir neçədən istifadə olunub. Bunlar təzədir, zapaz məhsullardır. Bunun bilmirəm burada nə işi var. Bunlar da zapazda olan əslində məhsullardır. Baxın, məsələn, bunu tullayacağım. Bu da Rexona. Bu artıq demək olar ki, bitib. Niyə bura qoymuşam? Heç özüm də başa düşmürəm ki, bu niyə buradadır. Burada belə ayaq üçün sprey var. Bunu da artıq mən işlədim ki, yəni ondan sonra bunun vaxtı bitdikdən sonra tullanmasın. Hələ ki içində yarıdan çoxu qalıb. Yəni bu günlərdə istifadə etmək olar bunu. Bunu ona görə də üst hissəyə qoyacağım. Çünki orada olduğu zaman demək olar ki, bunlardan istifadə etmirəm. Əslində darağım var belə bir formada. Sadəcə rəngi mənim xoşuma gəlmir, amma istifadə edə bilərəm bunu. Gəlin onda belə edək. Bunu tullayıram. Bu isə qalsın. Özümə uyğun, rəngi daha gözəl daraq bir gün alacağım. Bunlar da yerinə əvvəlki kimi yığaq. Və qızlar, bunun içi buradan bilmirəm necə çıxacaq, ümumiyyətlə çıxacaqmı? İstəyirəm ki, bunun içi boşalsın və Alinaya aid olan bəzi oyuncaqlar filan ki var. Onları bunun içinə yığım. Amma bunun içi tam doludur. Elə bil ki, xəzinədir bu. Yəni çox şey var. İndi içindəkiləri çıxaracağım. Siz bəlkə də şoka düşəcəksiniz ki, nə gərək var bunun içindəkilərə. Həm də onu deyim ki, bəlkə də Alina doğulandan bəri mən bunun içini təmizləməmişəm. Həmişə vaxt-vaxt təmizləyirdim, içində lazımsız şeyləri atırdım. Amma bura elə bir yerdir ki, mən əlimə nə düşübsə atmışam içinə ki, sonra təmizləyərəm, sonra lazım olar. İndi gəlin bunun içinə baxaq nələr var. Buradan nələr çıxıb onlara baxaq. Bir cüt belə evdə geyinilən tərlikdir. Bunu yoldaşım üçün biz Xonçaya almışdıq və yoldaşım bunları geyinmir. Buna görə də bunlar təzə bir formada qalıb burada. Bunlar da daha çox paketlərdir. Belə bunların çoxunu atacağım. Demək olar ki, burada heç nə qalmayacaq.
Baxın, belə sizə daha aydın formada göstərir. Bunu mənə hədiyyə etmişlər. Məktəbimizdə işləyən direktor müavini bunu müəllimlər günündə mənə hədiyyə etmişdi bu qələmi və mən də saxlamışam. Bunu isə mənə yoldaşım biz nişanlı olarkən hədiyyə eləmişdi. Bu formada bir qələmdir. Bunu da elə burada saxlamışam. Qızlar, bundan sonra da belə qaynanan badımcanı doğramışdı, duzlu suya qoymuşdu. Burada da mən elə bilirəm ki, qaynanan bunları yuyub acı suyuna atıb və yaxşı ki, biraz qızardandan sonra məndə belə bir şey var ki, ağlıma bir şey gəldisə ki, bəlkə bu belə deyil, mütləq soruşuram. Və getdim soruşdum, qaynanam dedi ki, yox, yumamışam. O elə bilib mən yuyacam, mən də elə bilmişəm, qaynanam artıq yuyub və buna görə də bunlar biraz duzlu alınmışdı və hamısını da özüm yedim. Bundan sonra da qızlar gedirik, artıq mənim ad günümdür. Və biz gedirik, bir yerdə oturacaq, bir şeylər yeyəcəyik. Anina da burada yatıb. Bundan qabaq da Aninanı parka düşürmüşdük və Anina heç koleskada oturmaq, yatmaq istəmədi. Yəni sadəcə qucağımızda gəzib. Burada da Caddə restoranı var, Nərimanovda. Ora gəlmişik və yeməkləri möhtəşəmdir. 75 manatlıq setdən dedik və kebab seti idi. İçində bir çox məzələr, pizza filan da var idi. Burada da göstərirəm ki, pizzanı yedikdən sonra çəkirəm. Və beləcə maraqlı bir gün keçirdik. Təəssüf ki, sizə ad gün tortumu çəkə bilməmişdim. Amma hal-hazırda 2 dilim qalıb və mən bunlardan birini çayla içəcəm. Tortu Azdadan almışdıq və 25 manataydı. Amma bu tort digər tortlar arasında ən dadlısıdır. Yeməmişdən əvvəl soyuducuya qoyun, soyusun, ondan sonra yeyə bilərsiniz. Bildiyiniz kimi videonun əvvəlində demişdim ki, mən ad günümü bir neçə gün əvvəl keçirdim ki, hər kəs gələ bilsin və burada da
yoldaşımın mən aldığı gülləri görürsüz və güllərimi ikisini də qoymuşam yan-yana. O birisini də mamamgil və bacımgil gələndə almışdılar. Burada da Aninanın adyalları, artıq qış adyallarını yığıram. Onları yudum ki, təmiz formada qatlayım, yerinə qoyum və burada bunu çəkdim. Düzdür, bundan sonrasını davam elətdirə bilmədim videonun və başlayıram artıq Alina üçün meyvəsini buxarda bişirməyə. Bu qabları yudum. İndi bir almanı püre formasında buxarda bişirəcəm. Sonra da püre formasına gətirib bəlkə bir yəni sport peçeni ilə qarışdıracağım ya da sadə formada verəcəm. Yəni bir böyük almanı eləyirəm. Nə qədər yesə yeyəcək. Çalışacağım ki, çox verməyim. Qızlar, vlogumu bura qədər izlədinizsə sizə təşəkkür edirəm. Abunə olmağı və videolarımı bəyənməyi unutmayın. Gəlin birlikdə bu kanal 3000 olsun. 3000 izləyiciyə çataq və daha da həvəslə mən videolarımı çəkim. Düzdür, həvəsliyəm, yaxşı gedirik bu aralar, amma çalışacağım ki, sizə daha maraqlı, daha gözəl vloqlar gəlsin. Sadəcə bu aralar məni nəzərə alın ki, körpə uşaqla elə bu qədər olur hələ ki və Alina da sizinlə sağollaşır. Özünüzə yaxşı baxın. Növbəti vloqlarda görüşərik. Hələlik.